İlham Əliyevin səlahiyyətləri çox geniş idi. İndiyə qədər də xüsusi konstitusiya düzəlişləri olmadan da Azərbaycanda hakimiyyət atadan oğula keçirilmişdi. 13 il bundan qabaq. İlham Əliyevin də faktiki ailə üzvlərindən birinə hakimiyyətini bugünkü şərtlərə görə ötürmək imkanları var. Amma bu konstitusiya düzəlişləri ilə bir qədər də bu prosesi özləri üçün rahatlatmış oldular. Amma bunun pis tərəfi oldu ki, hökumət üçün Azərbaycan xalqı hökumətin niyyətini tam aydın olaraq gördü. Bilirsiniz, indiyə qədər bəzilərində bir illüziya vardı, bir gözlənti vardı ki, hansısa mərhələdəsə güya İlham Əliyev islahatlara gedər. Amma indi artıq Azərbaycan xalqına bəyan olundu ki, hökuməti yalnız düşündürən odur ki, necə eləsinlər ki, ailə hakimiyyəti davamlı olsun və necə eləsinlər ki, İlham Əliyev heç kimlə məsləhətləşmədən, heç kimin razılığını almadan, söhbət təkcə xalqdan, müxalifətdən getmir. Hətta öz komandasında da onu əhatə edən oliqarxların, deputatların da razılığını almadan istədiyi ailə üzvünə hakimiyyətini ötürə bilsin. Bu konstitusiya dəyişikliklərini indi bunlar baş tutmuş sayacaqlar. Elan ediblər, Mərkəzi Seçki Komissiyası nə qədər absurd olsa da güya 70%-ə qədər iştirak olub. Hamı gülür buna, hamı başa düşür ki, bu saxtadır. Amma elan ediblər, bugün elan olunmuş nəticələr legitim deyil, xalqın iradəsini ifadə etmir və Azərbaycan xalqı tərəfindən də qəbul olunmayacaq. Siz özünüz seçkini hansı şəkildə müşahidə edildiniz? Ümumiyyətlə, səs vermələri canlı yayımdan və yaxud da sosial şəbəkələrdən necə izləyirdiniz? İnternet üzərindən hal-hazırda çox böyük imkanlar vardır. Əvvəla, deməli, Mərkəzi Seçki Komissiyası özü müəyyən, deməli, məntəqələrdə imkan yaratmışdı ki, kameralar vasitəsilə izləməyə. Düzdür, əksər məntəqələrdə, demək, o kameralar səs vermə prosesini göstərmirdi, başqa yerə tuşlanmışlar. Amma hər halda bəzi məntəqələrdə belə imkanlar var idi. Amma ən çox seçki prosesində qoşulmuş ictimai-siyasi fəallar özləri o prosesdən çoxlu sayda video, foto, görüntülər paylaşıblar. Və bugün sosial şəbəkələrdə Azadlıq Radiosunun, Meydan TV-nin, Azadlıq qəzetinin və bir sıra başqa saytlarında, Facebook səhifələrində olduqca çox saylı minlərlə vətəndaşın Facebook səhifələrində çoxlu sayda sübutlar var seçki saxtakarlığı ilə bağlı. Olduqca, bəlkə də yüzlərlə artıq videolar var bu saxtakarlığı nümayiş etdirən. Yəni, əgər məqsədyönlü şəkildə bir monitoring təşkil olunsaydı, bəlkə də bu qədər keyfiyyətli monitoring təmin etmək olmazdı. Amma texnologiyanın inkişafı sayəsində və gənclərimizin fəallığı sayəsində olduqca çoxlu sayda sübutlar var seçki saxtakarlığını sübut etmək üçün. Amma təəssüf ki, onu harada sübut edəcəyik ki biz? Ölkədə məhkəmələrin hamısı elə seçki komissiyası kimi işləyir. Saxtakarlığın bir detalıdırlar. Saxtakarlıq mexanizminin tərkib hissəsidirlər. Avropa məhkəməsi referendumla bağlı şikayətləri baxa bilməz. Ona görə də çox təəssüf ki, ölkədə bu seçki saxtakarlığının hüquqi nəticələri olmayacaq. Yalnız bunun siyasi nəticəsi var ki, Azərbaycan xalqının böyük əksəriyyəti həmin bu sosial şəbəkələr vasitəsilə xəbər tutur ki, onun başının üzərindən, onun iştirakı olmadan konstitusiyanı saxtalaşdırırlar. Təkcə referendumu yox, konstitusiya saxtalaşdırılır. Konstitusiya xalqın iştirakı olmadan dəyişdirilir. Artıq bugündən sonra başqa bizim konstitusiyamız olacaq. Hansı ki, konstitusiyanın dəyişməsi üçün, legitim yolla dəyişməsi üçün xalqın əksəriyyəti ona hə deməli idi. Olmayıb bu əksəriyyət. Beləliklə, xalq bundan xəbər tutur və bunun siyasi nəticələri olacaq. Bilirsiniz, Azərbaycanda seçki institutu onsuz da gözdən düşüb. Seçki institutu onsuz da iflasa uğrayıb. Mən sizə deyərəm ki, hətta bütövlükdə dövlət mexanizmi iflasa uğrayıb. Və indi Azərbaycan xalqının o dövlət mexanizminin bərpası üçün hərəkətə keçməsi lazımdır. Türkiyədə yaxşı bir reklam çəkiblər. Bayraq dirəyinin aşması ilə, bayrağın yıxılması ilə bağlı hər kəsin xəbəri olan bir reklam rolikidir. Orada deməli, xalqın bütün təbəqələri xəbər tutanda ki, bayraq olduğu ucalıqda deyil, əkincisi, sənətkarı, tələbəsi, yaşlısı, cavanı, hamısı qaçıb gəlir, deməli, həmin o bayrağı yerinə qaldırmaqdan ötürü. İndi Azərbaycanın şükürlər olsun, bayrağı yerindədir, amma dövlət mexanizmi məhv olub. İndi gərək Azərbaycan xalqının, bax, həmin o reklamda olduğu kimi, yaşlısı, cavanı, əkincisi, sənətkarı, tələbəsi, professoru, ziyalısı, siyasətə qarışanı, qarışmayanı başa düşdüyün ki, dövlət mexanizmi əldən gedib.
Bu ölkənin artıq parlamenti yoxdur. Bu ölkədə məhkəmə hakimiyyəti yoxdur. Bu ölkənin hüquq mühafizə orqanları cəbr aparatı kimi işləyirlər. Bu ölkədə müstəqil media yoxdur. Bu ölkədə hüququn aliliyi yoxdur. Bu ölkənin məhkəmələrində yalnız pulu çox olanlar qazanır. Bu ölkənin məhkəmələrində yalnız arxası güclü olanlar, arxasında böyük vəzifəli məmurlar olan adamlar qazanırlar. Dövlət mexanizmi məhv edilib. Bu referenduma qədər də belə idi. Amma bu referendum nöqtəni qoydu. Bu referendumdan bütün Azərbaycan xalqına bu mesajı verdilər ki, biz bir qrup adam bu ölkədə istədiyimizi eləyə bilərik. Sizdən heç nə soruşmaq fikrimiz yoxdur. İstədiyimiz kimi davam eləmək fikrimiz var. Azərbaycan xalqına belə açıq mesajlar verilib və mən belə bir şəffaflığın, dırnaqarası şəffaflığın yaranmasına tərəfdaram. Qoy heç kimin illüziyası olmasın. Heç kim düşünməsin ki, bunlar öz başlarına, xalqın dərindən prosesdə iştirakı olmadan, təzyiqi olmadan, kütləvi şəkildə Azərbaycan xalqı öz hüquqlarını tələb etmədən bunlar öz istəkləri ilə heç bir islahata getməyəcəklər. Azərbaycanda bu rejim qaldıqca hüquqlarımız daha ciddi şəkildə məhdudlaşdırılacaq, Azərbaycan xalqının həyat səviyyəsi daha da pisləşəcək və özlərinə inamları artdıqca devalvasiya da artacaq, qiymət artımı da artacaq, işsizlik də artacaq. Azərbaycanı çox təəssüf ki, bu gedişlə çox ağır sosial-iqtisadi fəlakətlər gözləyir. Bunu durduracaq qüvvə isə yalnız Azərbaycan xalqıdır. Əli bəy, siz mitinqlər təşkil ediniz, referendum əleyhinə, monarxiya yox adına mitinqlər təşkil ediniz. İlk mitinq yəni uğurlu alınmışdı, sizin özünüzün də deməyinə çox uğurlu alınmışdı, kütləvilik təmin olunmuşdu və növbəti mitinqdə həm hava şəraiti mane oldu, həm də mitinqdə səsləndirdiyiniz fikirlərdən belə bəlli oldu ki, hökumət mitinqin baş tutmasına çox sərt şəkildə mane olub. Yəni bölgələrdən gələnlərin qarşısı alınıb, yollar bağlanıb və əsas təşkilatçılar həbs olunublar, saxlanılıblar və mitinqdən sonra da təxminən 50 nəfərə yaxın adam saxlanıldı və onlardan bir neçəsi həbs olundu. Və bu zaman İlham Əliyev bəyan elədi ki, Prezident İlham Əliyev bəyan elədi ki, ölkədə sərbəst toplaşma azadlığı təmin olunub. Necə düşünürsünüz? Müxalifət yəni indiyə qədər bir müddət əvvələ qədər 20-ci sahədə mitinq eləyə bilirdi yalnız. İndi yalnız Məsud stadionuna çıxa bilir və ondan başqa yerlər, məsələn, Nərimanovda kinoteatrın qarşısı və yaxud da digər meydanlar müxalifətə verilmir. Siz necə düşünürsünüz? Ölkədə sərbəst toplaşma azadlığı, hətta referendum ərəfəsində sərbəst toplaşma azadlığı təmin olunurmu? Qətiyyən təmin olunmur və 17 sentyabrda mitinq ərəfəsi 86 nəfər mitinqin təşkilatçısı olan Xalq Cəbhəsi funksionerinin həbs olunması, onlar əsasən 14, 15, 16 sentyabrda həbs olundular. Yəni mitinqdən qabaq ki, işləyə bilməsinlər. Bakıya gələn rayonlardan yolların bağlanması, əksər istiqamətlərdə. Həmin gün iş günü olmamağına baxmayaraq, universitetlərin tələbələri, idarə və müəssisələrin öz işçilərini işə dəvət eləmələri və mitinqdən sonra sizin dediyiniz kimi heç bir təqsiri, günahı olmayan, heç bir qanunsuz hərəkətə yol verməmiş insanların kütləvi şəkildə həbs edilməsi onu göstərdi ki, ölkədə sərbəst toplaşma azadlığı yoxdur. Yer gəlmişkən, mən 17 sentyabr mitinqini hətta 11-dən də böyük fədakarlıqla baş tutmuş mitinq sayıram. Çünki o yağışın altında mitinqdən qabaq bir sutka müəyyən aralarla yağış yağdı. Amma buna baxmayaraq, yollar bağlı idi, yağış idi, təşkilatçılar həbs olunmuşdu. Yenə də minlərlə insan o mitinqə gəldi. Hökumətə mesaj verildi ki, xalqın içindən etiraz etmək hissi çox güclüdür. Və ona görə də bütün bu maneələri aşaraq meydanlara gəlir. Amma hökumətin elədikləri sübut elədi ki, ölkədə sərbəst toplaşma azadlığı yoxdur. Azərbaycan iqtidarı hər zaman güya yox saydığı, zəif saydığı, bax ofisdən məhrum, pasportdan məhrum, ətrafı həbsdə olan, 100-dən artıq bizim demək, siyasi fəallarımız siyasi məhbusdur. Mən inzibati həbsləri nəzərdə tutmuram, tutqalıqları. Ciddi şəkildə 4 il, 5 il, 10 il həbsdə olan siyasi fəallar var və bunların sayı 100-dən artıqdır. Və belə bir şəraitdə bütün imkanlardan məhrum edilmiş müxalifətlə rəqabətdən Azərbaycan hökuməti qorxur. Təsəvvür edirsiniz, Azərbaycan hökuməti belə bir rəqabətdən qorxur. Bu onun ifadəsidir. Burada növbəti bir məqam İlham Əliyevin açıqlaması idi. Fikir verin, bizim mitingimiz keçirilib 17 sentyabrda və bütün dünya indi bu demək elektron kütləvi informasiya vasitələrinin inkişafına görə anındaca dünya hər şeydən xəbər tuta bilir. Bütün dünya görür ki,
bu mitinqlə əlaqədar yüzlərlə adam həbs olunub. Onların şikayətləri Avropa məhkəməsinə hazırlanır. Bu barədə çoxsaylı video lentlər var, fotokadrlar var. Və bundan cəmi 2 gün sonra 20 sentyabrda İlham Əliyev Avropalı deputatların qarşısına çıxış edib, ölkədə sərbəst toplaşma azadlığının olduğunu, müxalifətin şəhərin mərkəzində fikir verir, şəhərin mərkəzində istənilən vaxt sərbəst toplaşma imkanı olduğunu deyir. Heç olmasa həmin günlər danışmazdında. Axı, dövlət başçısının məsuliyyət hissi olmalıdır. Necə açıq şəkildə hamının bildiyi həqiqətləri danmaq olar? Necə hamının bildiyi şəkildə doğru olmayan məlumatları səsləndirmək olar? İndi bütün dünya bilir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur. Və biz bununla barışmaq fikrində deyilik. Biz hal-hazırda beynəlxalq təşkilatlarla ciddi diyaloq içindəyik. Çox təəssüf ki, Azərbaycanda iqtidar müxalifət diyaloqu yoxdur. Ona görə də biz ayrılıqda beynəlxalq təşkilatlarla diyaloq içindəyik. Beynəlxalq təşkilatlar da ayrılıqda hökumətlə diyaloq içindədirlər. Çünki Azərbaycan hökumətinin öhdəliyi var ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatların qarşısında öhdəlik götürüb ki, Azərbaycanda sərbəst toplaşma azadlığı olmalıdır. Yəni bu hüququn təmin olunmağı yalnız konstitusiya ilə bizim qarşımıza götürülmüş öhdəlik deyil. Həm də məsələn Avropa Şurasının, ATƏT-in, Avropa Birliyinin, BMT-nin qarşısına götürülmüş öhdəlikdir. Ona görə də biz bütün bu öhdəlik götürmüş beynəlxalq təşkilatların hamısı ilə diyaloq içindəyik ki, onlar Azərbaycan hökuməti ilə danışmalıdırlar. Azərbaycan müxalifətinin sərbəst toplaşma azadlığı təmin olunmalıdır və bizim imkanımız olmalıdır ki, dinc mitinqlər keçirdək. Əgər bu imkan bizə təmin olunmasa, mən sizə deyim ki, bundan ən çox peşman olan Azərbaycan iqtidarı özü olacaq. Azərbaycan iqtidarı özü peşman olacaq ona görə ki, hamı görür ki, sosial-iqtisadi zəmində ölkədə böyük gərginlik var. Bu günlərdə biz Masallıda yüzlərlə insanın pensiyaların yubandığına görə yolu bağladığını gördük. Bu ilin əvvəlində 8 rayonda lokal etirazları görmüşdük. Ölkədə sosial gərginlik artaraq davam edir. Belə bir vəziyyətdə hökumət razılaşdırılmış mitinqlərə imkan verməsə, böyük risklə qarşılaşacaq ki, o zaman öz etirazını dinc yolla ifadə eləyə bilməyən insanlar məcburən razılaşdırılmamış şəkildə küçələrə çıxmalı olacaqlar. Ona görə də bizim istəyimiz budur ki, razılaşdırılmış mitinqlər davam etsin. Bundan ötürü bütün səylər göstəririk. Azərbaycan hökuməti də məsuliyyət hissini tamamilə itirməyibsə, razılaşmalıdır ki, bizim razılaşdırılmış dinc mitinqlərimiz davam etsin. Əli bəy, küçədə, bayırda, nə bilim, bazarda, taksidə belə bir sual dolaşır. Referendumdan sonra nə olacaq? Sizin bununla bağlı fikirləriniz nədir? Referendumdan sonra sadə Azərbaycanlı nə hiss edəcək? Ümumiyyətlə, sadə Azərbaycanlılara bu referendumun xeyri nə olacaq, ziyanı nə olacaq? Bundan danışacağız. Bilirsiniz, Azərbaycanda əslində bu referendumdan qabaq da hökumətin, konkret İlham Əliyevin çox geniş səlahiyyətləri var idi. Yəni, referendum həddindən artıq çox şey dəyişməyəcək. Əslində, de facto İlham Əliyevin olan səlahiyyətlərini de jure rəsmiləşdirəcək. Məsələn, indi onun səlahiyyəti olacaq ki, parlamenti buraxsın. Məyər istəsəydi, indiki sözə baxan parlamentə desəydi ki, özünüzü buraxmaq lazımdır, onlar özlərini buraxmazdılar, buraxardılar. İndi məsələn, konstitusiyada bizim mülkiyyət hüququmuz məhdudlaşacaq. Məyər indiyə qədər bizim mülkiyyət hüququmuz var idi. Təkcə Sovetskidə xalqın başına gətirilənlər, həmin vaxt bu qış bulvarı zamanı 10 minlərlə insanın mülkiyyət hüququnun əlindən alınması, Azərbaycandan didərgin salınan biznesmenlərin tarihi göstərmir ki, bu ölkədə onsuz da mülkiyyət hüququ yox idi. İndi onun konstitusyon əsasları yaranmış olacaq. İndi konstitusyon əsasda bizim söz mətbuat azadlığımızı, sərbəst toplaşma azadlığımızı məhdudlaşdıracaqlar. İndiyə qədər konstitusyon əsas olmadan məhdudlaşdırırlar. Bu mənada götürəndə çox böyük fərq olmayacaq. İndiyə qədər də İlham Əliyevin hakimiyyətini kiməsə istəsə ötürmək imkanı vardı. Bugünkü şərtlərə görə, bugünkü seçki mexanizmi ilə, bax bugün biz gördük ki, referendum necə keçirilir. Bu şəraitdə yeni bir seçki keçirilib, istədiyi adama hakimiyyəti ötürə də bilərdi. İndi bu yeni düzəlişlərdən sonra da bu səlahiyyət olacaq. Ona görə də istəyirəm mən bizim həmvətənlərə deyim ki, onların gündəlik həyatında çox şey dəyişmir bu referendumla. Hüquqi cəhətdən biz daha da mürtəci bir dövlətə yuvarlanırıq. Yəni, indiyə qədər bizim təsəllimiz o idi ki, bizi konstitusiyadan zid yollarla de facto pis idarə edirlər
konstitusiyamız tələb edir ki, yaxşı idarəetmə olsun. İndi isə artıq konstitusiya ilə real idarəetmə arasında ziddiyyət azalacaq. Konstitusiya özü də mürtəcələşdi. Bu birbaşa insanların gündəlik həyatında öz ifadəsini tapmayacaq. Amma o mənada ifadəsini tapacaq ki, Azərbaycan hakimiyyəti daha da məsuliyyətsiz olacaq. Azərbaycan hakimiyyəti növbəti dəfə xalqla hesablaşmadığını göstərəcək. Və İlham Əliyevin öz ətrafındakı oliqarxlara qarşı daha sərt tədbirlər görmək imkanı olacaq. Məsələn, onların əmlakını daha qanuni yolla əllərindən alacaqlar. Güya indi məsələn Eldar Mahmudovla bağlı iş, bütün o MTN işi, Çovdarovla bağlı olan o iş, konstitusiya düzəlişlərindən əvvəl idi. Onların əmlakını əllərindən ala bilmirdilər ki, indi də bu yeni düzəlişlərlə oliqarxların xüsusilə mülkiyyətlərinin, o cümlədən torpaq mülkiyyətinin əllərindən alınması üçün əsaslar yaradılır. Bu mənada əlbəttə hökumət üçün repressiyaları həyata keçirmək nisbətən asanlaşır. O cümlədən oliqarxların özlərinə qarşı da repressiyaları həyata keçirmək asanlaşır. Amma bu konstitusiya düzəlişlərinin paradoksal görünsə də müsbət tərəfi də var. Müsbət tərəfi ondan ibarətdir ki, hər şey aşkarlandı ki, Azərbaycan xalqına mesaj verildi ki, Azərbaycan hökuməti ailə hakimiyyətini davam eləmək istəyir. Hər şeyi eləyirlər ki, məhz ailə hakimiyyəti Azərbaycanda davam eləsin. Və Azərbaycan xalqına mesaj verdilər ki, xalqı saymaq fikrində deyirlər. Heç bir hörmət olunan xalqa durub təklif eləmək olmaz ki, bütün hər şeyi qoyaq qırağa. Amma hansı özünə hörmət eləyən xalqa durub təklif eləmək olar ki, sən özünün mülkiyyət hüququndan mənim xeyrimə əl çək. Hansı xalq buna razılıq verə bilər? Azərbaycan xalqı da bu razılığı verməyib. Deməli, amma Azərbaycan xalqına hörmətsizlik ifadə olundu bugün. Azərbaycan xalqına deyildi ki, sən təbəsən, o hüquqlar sənin nəyinə lazımdır? Sən o hüquqlardan özün könüllü şəkildə imtina elə. Beləliklə ümumiləşdirsək, İlham Əliyev indiyə qədər de facto malik olduğu səlahiyyətləri de jure malik olacaq. Azərbaycan xalqı ilə hökumətin, rejimin arasındakı uçurum daha da artacaq. Azərbaycan hakimiyyətindən narazılıq daha da artacaq. Azərbaycan konstitusiyası legitimliyini itirəcək və beynəlxalq ictimaiyyətlə Azərbaycan hakimiyyəti arasındakı gərginlik də daha da artacaq. Təşəkkürlər Əlbəyt, çox sağ olun. Sağ olun.